Evdə böyrək sağlığını yoxlamağın 5 sadə yolu. Əgər səhərlər üzünüz şiş oyanır və yaxud da gecələri ayağınız şişirsə, bu böyrəkdə bir problemin olduğunu göstərə bilər. İkincisi nədir bəs? İkincisi bizdə sidiyin rəngi. Yəni sidiyin rəngində dəyişiklik varsa, yəni çox tündür və yaxud da qırmızıdır və yaxud da sidiyə gedərkən bol köpüklü sidik yaranırsa, bizim burada sidiyimizdə qanın və yaxud da proteinin çox olduğunu göstərir. Bu da elə yavaşdan-yavaşa böyrək problemləri bizi salamlayır deməkdir. Üçüncüsü nədir? Bizdə artıq gün içərisində təzyiqimiz oynayırsa və aşağı təzyiq 85-dən yuxarıdırsa, bizdə böyrək problemlərinin ola biləcəyini göstərir. Dördüncü isə ara bir başlayan böyrək ağrıları. Biz bunu müəyyən qədər ciddiyə almalıyıq ki, vaxtında böyrək problemlərinin də qarşısını ala bilək. Beşinci isə dəridə olan quruluq və qaşınmalardır. Elə bu ikisi də bizdə yavaşdan-yavaşa böyrək problemlərinin ola biləcəyini göstərə bilir.